Bismillah, velhamdülillah, və salatu və selamu ala Rasulillah, əmmə ba'd. Esselamu aleykum və rahmetullahi və barakatuh. Deməli, İmam Əhməd rahiməhullah bundan qabaq götürdüyümüz dərsdə rəcm barədə, rəcmin hökm barədə danışdı və dəlil olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmin və həmçinin Raşid xəlifələrin, sahabələrinin əməlini dəlil gətirdi ki, Allah Rasulü aleyhissalatu vesselam və sahabələr rəcm edirdilər. Və bunu qeyd edəndən sonra İmam Əhməd rahiməhullah sahabələr ilə əlaqəli əhl-i sünnənin usulundan bir qaydanı zikr edir. Təbii ki, biz sahabələrlə əlaqəli bundan qabaq bu Risalənin şərhində bəzi mövzuları götürmüşdük. O mövzular nələr idi? Sahabələrin fəziləti və ədaləti məsələsi. Və bu qaydada İmam Əhməd rahiməhullahın danışdığı məsələ sahabələrə buğz etmək, sahabələrə kin bəsləməyin hökmüdür. Və bunun icazəli olub olmaması. Sahabələr arasında baş verən fitnə savaşları barədə danışmağın icazəli olub olmaması. Və İmam rahiməhullah buyurur ki, وَمَنْ اِنْتَقَسَ أَحَدًا مِنْ أَصْحَابِ رَسُولِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ أَوْ أَبْغَضَهُ لِحَدَثٍ كَانَ مِنْهُ أَوْ ذَكَرَ مَسَاوِيهِ كَانَ مُبْتَدِعًا حَتَّى يَتَرَحَّمْ عَلَيْهِمْ جَمِيعًا وَيَكُونَ قَلْبُهُ لَهُمْ سَلِيمًا. Buyurur ki, kim Allah Rasulunun əshabından bir nəfərin, yəni əhədən min əshabi Rasulillah, Allah Rasulü aleyhissalatu vesselamın əshabından bir nəfəri, hətta bir sahabənin şanını aşağı salacaq nə isə dilinə gətirərsə, bu bir. Və ikincisi, onun etdiyi hər hansı bir əmələ görə ona buğz edərsə, kim bəsləyərsə, bu iki. Və ya ona mənfi görünən sahabənin hansısa əməllərindən bir əməli zikr edərsə, dilinə gətirərsə, kənə mubtədiən. Bununla o, nə olar? Bidətçi olar. Nə üçün? Çünki əhl-i sünnənin usullarından, əsaslarından bir əsasa müxalif olduğuna görə, Quran və sünnəyə müxalif olduğuna görə, bununla o bidətçi olar. Və bu bidətindən çıxmaz, hətta yətərəhəm aleyhim cəmiyan, hətta onların hamısına Allahdan rəhmət oxumuyunca. Bütün sahabələr barədə xeyr danışmadıqca, Allah Azza və Cəllədən onlar üçün bağışlanma diləmədikcə, və yəkunə qalbuhu ləhum səlimə, və qəlbini onlar barədə səlim tutmadıqca, bu bidətindən tövbə etmiş sayılmaz. Və İmam Əhməd rahiməhullah dediyim kimi burada əhl-i sünnənin əsas, əqidə əsaslarından birini zikr edir. O da nədir? Deməli, biz bununla bilirik ki, bilmiş oluruq ki, əhl-i sünnənin əsaslarından birisi budur ki, gərək müsəlman həm dilini və həm də qəlbini sahabələr barədə səlim tutsun. Dilini sahabələr barədə səlim tutmağı, yəni onlardan baş verən hər hansısa bir xətanı onları gözdən salmaq qəsdi ilə dilə gətirməsin. Və sahabələr arasında baş verən fitnə savaşlarını məclislərin mövzusu etməsin. Rafizlər etdiyi kimi. Bu sahabələr barədə dilin qorunmasıdır. Və Allah Rasulü aleyhissalatu vesselam buyurur ki, وَإِذَا ذُكِرَ أَصْحَابِ فَأَمْسِكُوا. Yəni sizin yanınızda mənim əshabım anıldığı zaman özünüzü tutun. Yəni dilinizə hakim olun. Və həmçinin bununla yanaşı gərək insan qəlbini də sahabələr barədə səlim tutsun. Onlar barədə gərək qəlbində heç bir həsəd və kin olmasın. Və bunun dəlillərindən birisi Allah Azza və Cəllənin bu ayəsidir.
Haşr surəsi 10-cu ayə. وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ. Allah subhanahu ve teala bu ayədən qabaqki ayələrdə muhacir və ənsarlardan danışır. Və sonra buyurur ki, وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ. Onlardan sonra gələnlər, yəni kimlər? Bizlər. Kim ki muhacir və ənsar sahabə nəslindən sonra gəlibsə, bu ayənin hökmünə girir. Necə dua edərlər Allaha həmin sahabələr barədə Allah Azza və Cəllə bunu ayədə bizə izah edir və öyrədir. Buyurur ki, يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذ۪ينَ سَبَقُونَ بِالْإِيمَانِ. Rəbbimiz bizi və imanda bizi ötmüş, yəni iman gətirməkdə bizi qabaqlamış qardaşlarımızı bağışla. Deməli, sahabələr üçün bağışlanma diləmək Allah Azza və Cəllənin əmri deyə yox. Bu qəlbə aid yoxsam dilə. Dilə. Deməli, bizə vacib olan dil ilə, dilimizlə sahabələr barədə Allahdan bağışlanma diləməkdir. Deməli, bizə vacib olan dili onlar barədə salamat saxlamaqdır. Bu Quran ayəsidir. Yəni, sual budur ki, yəni ayədə, bu ayədən qabaq konkret muhacir və ənsarların adı çəkilir, bəli. Allah subhanahu wa ta'ala muhacirlərdən danışır, ənsarlardan danışır və sonra buyurur ki, وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ. Onlardan sonra gələnlər belə deyərlər. Dua edərlər ki, Allahım, bizi və imanda bizi ötmüş qardaşlarımızı bağışla. Bu, dinlə əlaqəli olan. İndi qəlbə bax, وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا. Və qəlbimizdə iman gətirənlərə qarşı həsədə yer vermə. Qəzəbə yer vermə. Deməli, bu ayə bizə əmr edir ki, gərək müsəlman həm qəlbini, həm də dilini sahabələr barədə təmiz saxlasın, səlim tutsun. Ümumiyyətlə, bunu bilmək lazımdır ki, sahabələrin, yəni tarixdə sahabələr barədə cürbəcür müxtəlif rəvayətlər nəql olub. Ona görə fikir versəz, Allah Rasulunun əshabına düşmən kəsilən firqələr, məsələn, rafizlər, ən çox onların dəlil gətirdikləri mənbələr nələrdir? Adətən tarixi hadisələr. Və bilmək lazımdır ki, sahabələr barədə bu qaydadır. Bunu əzbərləyin. Sahabələr barədə, ümumiyyətlə sahabələrin zəmmi barədə, yəni sahabələri pisləyən, yəni o hədislər ki, o rəvayətlər ki, o rəvayətlərin zahirində sahabələrin zəmmi var. Yəni həmin rəvayətləri, hədisləri oxuyanda görürsən ki, burada sahabələr zəmm edilib, pislənilib. Bu cür rəvayətlər 3 qismə bölünür. 3 qismə. Bunu qayda kimi əzbərlə. Onlardan birincisi yalan və uydurma olan rəvayətlərdir ki, bu qəbildən olan rəvayətlərin əksəri belədir. Əksəriyyəti. Məsələn, nə qədər misal istəsə çəkmək olar. Və bu qəbildən olan rəvayətlərin çoxsunu Mixnəf, Lut ibn Yahya və həmçinin Hişam Əl-Kəlbi və bu kimi ravilərin rəvayətləridir. Məsələn, sənədə baxa bilən, ərəb dilini bilən, sənəddən anlayışı olan bunu yoxlasa görəcək. Məsələn, sahabələrin zəmmi ilə əlaqəli hədislərin gedib həmən sənədinə baxırsan və tarixi rəvayətlərin, görürsən ki, əksəriyyətinin sənədində ya Mixnəf, Lut ibn Yahyəni görürsən, ya Hişam Əl-Kəlbini görürsən və bu qəbildən olan rafilər. Və bunlar da kimlərdir bu rafilər? Rafisi rafilərdir. Rafisi olublar. Əslində sahabə düşməni olublar bunlar. Və həmçinin bununla yanaşı kəzzəb olublar. Yəni hədis, rəvayət uyduran ravilər olublar. Lakin əhl-i sünnə alimləri, əhl-i sünnə hədisçiləri və tarixçiləri adilliklərindən bu qaydadır.
Və bu əhl-i-sünnə alimlərinin bidət əhlindən fərqidir ki, öz lehlərinə və əleyhlərinə olan hər şeyi yazıblar. Bidət əhlindən fərqli olaraq. Bidət əhli yalnız çalışır özlərinin leyhinə olanları yazsın. Əhl-i-sünnə yox. Bu elmi əmanətdir. Aydındır. Yəni, məsələn, bir alimdir, hicrətin 2-ci əsrində, 3-cü, 4-cü əsrində yaşayıb, qarşılaşdığı ravilərdən, şeyxlər deyək də, eşitdiyi hər bir rəvayəti kitabına alır və qeyd edir. Elmi əmanət baxımından. Və məsuliyyəti ötürür kimlərin üzərinə? Ravilərin üzərinə. Məsələn, o rəvayətlərdən birisi oxuyursan, görürsən ki, rəvayətdə qeyd edilir, sən demə, Həsən İbn Ali radiyallahu anhuməni zəhərləyən Muaviyyə imiş. Belə bir rəvayət oxuyursan, yəni bu sahabənin zəmmidir ya yox. Və bu hədisin və ya rəvayətin, tarixi hadisənin, əsərin sənədinə baxırsan, uydurma və bəzilərinin heç sənədi yoxdur. Tarixdə kimsə zikr edib. Bu, zahirində sahabələrin zəmminə dəlalət edən rəvayətlərin birinci qismidir. Hansılar? Yəni, yalan və uydurma və əksəriyyəti budur. Və ikinci qism hansıdır? İkinci qism rəvayətlər o rəvayətlərdir ki, baxırsan ki, bu rəvayətin əsli var. Rəvayətin və bu hadisənin əsli var. Yəni, bu hadisə olub. Lakin bunu nəql edən hansısa bidətçi ravilər və ya bunu öz kitablarına yazan bidətçilər ona nəyisə əlavə ediblər və ya nəyisə ondan çıxarıblar, hətta bununla həmin hadisəni çevirib gətiriblər sahabənin zəmminə, pislənilməsinə. Bu ikinci qism rəvayətlərdir. O rəvayətlər ki, onların əsli var, bu hadisə olub. Lakin ona nəyisə əlavə edilib, nəyisə ondan çıxarılıb. Və bununla da rəvayətin forması dəyişilib. Buna misal olaraq, iki misal çəkəcəm. Məsələn, misal olaraq, qardaşın başına gələn bir hadisədir. Bir hədis göndərmişdi. Təxmini 1 il olar bundan qabaq. Deməli, bu hədisi göndəriblər qardaşa. Qardaş göndərib mənə ki, belə bir hədis var ya, yoxdur. Və bunu da rafislər yayırlar. Hədis nədən ibarətdir? Osman radiyallahu anhunu təənnən. Ki, Osman və hədis də Abdullah ibn Ömərdən gəlir. Və Səhih Buxarıda. Hədisin əsli oradadır. Lakin bu hədisi öz kitablarında rəvayət edənlər və bunu cəmaat arasında yayanlar hədisi tam yaymayıb. Və hədis budur ki, Misirli bir kişi gəlib, səhv etmirəmsə ümrədə, ya həcdə Məkkə əhlini görür. Və deyir ki, siz kimlərdənsiz? Deyir ki, biz Qureyş əhlindənik. Qureyşlərdənik. Və deyir, sizin axsaqqalınız kimdir? Böyüvüz. Deyirlər ki, Abdullah ibn Ömər radiyallahu anhuma. Və gəlirlər Abdullah ibn Ömərin yanına. Yəni, axsaqqal həm böyüvüz, həm də elmdə. Və həmin Misirli Abdullah ibn Ömərə deyir ki, mənim Osman barədə sənə 3 sualım olacaq. Birinci sual bu olur ki, Osman Bədir döyüşündən qalıb ya yox. Yəni, Bədir döyüşündə iştirak etməyib. Abdullah ibn Ömər deyir ki, bəli. Deyir, Osman Uhud döyüşündə geri çəkilən sahabələrdən olub. İbn Ömər deyir, bəli. Və deyir ki, Osman Hudeybiyyə sülhündə beyyət etməyib. İbn Ömər deyir, bəli. Və Misirli Allahu Akbar deyir, sevincindən və geri qayıtmaq istəyir. Və bu hədisi, bu rəvayəti rafislər bu cürdə yayıblar və bu cürdə qardaşı göndəriblər.
Rəvayətin əslinə baxmışıq. Səhih Buxaridə. Hədis necədir? Yəni, hədisin buracan götürsək, Osman barədə tən deyil. Bədirdə iştirak etməyib, Uhudda geri çəkilənlərdən olub, Hudeybiyyədə beyyət etməyib. Bu təndir. Lakin rəvayətin əsli necədir? Tam, bütöv halda ələ alsaq, Buxarıda gəlir. Həmin Misirli Allahu Akbar deyib, sevinib, gedmək istəyəndə, o elə bil ki, istədiyini aldı İbn Ömərdən. İbn Ömər deyir ki, gözlə, ayaq saxla, dön geri və çağırır yanına. Deyir ki, amma qaldı ki, Osmanın Bədir döyüşündə iştirak etməməsinə, bunu ona əmr edən Allah Rasulü olub. Niyə? Çünki Osmanın zövcəsi Allah Rasulunun qızı həmin vaxt xəstə idi. Və yüngül xəstəlik deyildi. O xəstəlik nəticəsində ölür. Radiyallahu anhə. Yəni, ölüm yatağında olan bir xəstəlik. Və Allah Rasulü əmr edir, Osmana icazə verir ki, sən evində qalasan və yoldaşıva baxasan. Bədir döyüşündə iştirak etməməsi üçün ona icazə verən, evində qalmasını ona əmr edən kim olub? Allah Rasulü. İbn Ömər sözünün davamında deyir ki, amma Uhud döyüşündə geri çəkilənlərin içində Osmanın olmasına gəldikdə isə, bu barədə artıq Allah Azza və Cəllə ayə nazil edib və Əli İmran surəsi 155-ci ayəni gətirir. Ayədə də Allah Subhanahu və Teala açıq aydın deyir ki, Uhudda geri dönənləri Allah artıq bağışladı. Ayə nazil olub. Yəni, sən Osmana tən edən Rafizi canın da çıxsa bu ayəni oxuyacaqsan. İstəsən də, istəməsən də. Fəzilətdir yoxsa? Və qaldı ki, Hudeybiyyədə beyyət etməməsinə İbn Ömər deyir ki, ay bədbəxt, elə bu hadisə ilə Osmana görə olub. Çünki Allah Rasulü Osmanı göndərir Məkkəyə, çünki Osman ağsaqqal olur və Məkkə əhli ona hörmət edir. Məkkəyə göndərir ki, nümayəndə kimi gedib Osman onlarla danışsın, hətta ümrə edə bilsinlər həmin il. Və Osman orada yubanıb qalır. Və elə bilirlər ki, Osmanı öldürüblər. Elə bundan qəzəblənib Allah Rasulü əshabını yığır Osmana görə. Və hamıdan yenidən sədaqət andı tələb edir. Və ağacın altında sahabələr hamılıqla birlikdə Allah Rasuluna beyyət edirlər və Allah Rasulü bir əlini qaldırır və öz əlinin üstünə qoyur və deyir, bu da Osmanın beyyəti. Yəni, bu üç hadisə əslində Osmanın fəzilətinə dəlalət edir, yoxsa zəmminə, fəzilətinə. Və sonra İbn Ömər deyir ki, ona, məndən eşitdiklərimi apar özünlə, Misr əhlinə. Yəni, məndən hədiyyə. Fikir verin, rəvayətin əsli Osman üçün fəzilətdir. Elə İmam Buxari özü bunu kitabında Osmanın fəziləti üçün zikr edib. Fikir verirsiniz. Və bu cür nə qədər hadisələr. Başqa bir misal, Peyğəmbər sallallahu aleyhi və səlləmin Fatimə anamız barədə deməsi ki, onu incidən məni incitmiş olur. Məni incidən də Allahı. Və bunu aid edirlər, bu hədisi Abu Bakıra radiyallahu anhuya ki, Fədək hadisəsində Abu Bakır Fatimə anamızı incidib, deməli, o da bu hədisin hökmünə girir. Bizə heç nəyə qatmayın, heç nəyə təvil etməyin. Abu Bakır Fatiməni incidib, incitməyib. Qadın olub, nəyə görə inciyib, haqlı da, haqsızdır, bizə dəxli yoxdur. Fatimə anamız inciyib ya yox? Cavab inciyib. Və Allah Rasulü buyurur ki, onu incidən məni incitmiş olur. Məni incidən də Allahı. Bu rəvayət ki var, Allah Rasulü aleyhissalatu vesselamın dediyi bu söz, bu hədis, bu hədisin tam versiyasını oxusaq,
bizə aydın olacaq ki, burada Əbu Bakrla əlaqəli heç bir şey yoxdur. Həm də burada ümumiyyətlə məntiqən hədisi oxuyan kimi həmən sual ortaya çıxır. Təbii ki, Allah Rasulü bu sözü öz sağlığında deyib. Əbu Bakrla Fatimə arasında olan fədəq söhbəti Allah Rasulünün vəfatından sonra mı olub? Onsuz da bu söz Əbu Bakr barədə deyilməyib. Lakin burada sual bu deyil. Sual budur ki, nə üçün Allah Rasulü duran yerdə digər qızları Zeynəb barədə, Ümmü Kulsum barədə, Ruqayya barədə bu sözü demədi. Demədi ki, Zeynəbi incidən məni incitmiş olur. Məhz bunu Fatimə barədə dedi. Deməli, burada nəsə olub. İndi rəvayəti tam ələ alaq. Fatimə anamız eşidir ki, Əli radiyallahu anhu evlənmək istəyir ikinci dəfə. Və qəzəblənir. Və oğlu səhv etməmsə Həsənlə Allah Rasuluna xəbər göndərir. Və Allah Rasulü Əlini çağırandan sonra bu sözü Əliyə deyir. Ki, Fatiməni incidən məni incitmiş olur. Yəni, bu söz əslində Əliyə deyilib. Çünki Allah Rasulü bu sözü deyəndə onsuz fədəq hadisəsi olmamışdı. Və belə. Bu da ikinci qəbildən olan rəvayətlərdir. O rəvayətlər ki, o rəvayətlərin əsli var. Əsli var. Və əslində heç bir problem yoxdur. Lakin həmin rəvayətlərə nə isə əlavə edirlər və nə isə ondan çıxarırlar və həmin rəvayəti elə göstərmək istəyirlər ki, bu rəvayət nədir? Hansısa sahabəni zəmm edən bir rəvayətdir. Aydındır? Və üçüncü qisim rəvayətlər də o rəvayətlərdir ki, o rəvayətlər səhi olan rəvayətlərdir. Heç bir şey əlavə olunmayıb, heç bir şey çıxarılmayıb və kimlərsə bidət əhli bu qəbildən olan rəvayətlərdən istifadə edirlər hansısa sahabənin və ya sahabələrin zəmmi üçün. Təbii ki, bu qəbildən olan hədislər çox azdır. Bəs bu qəbildən olan hədislərə qarşı əhl-i sünnətin mövqeyi nədir? Çox sadə. Birincisi, qayda budur ki, əhl-i sünnə alimləri bu qəbildən olan hədisləri, hansı qəbildən? O hədislər ki, səhihdir. Lakin ola bilsin hədisin zahirində nəysə bir problem var və belə görünür, görünə bilər, belə başa düşülə bilər. Əhl-i sünnə alimləri bu qəbildən olan hədisləri ən yaxşı mənaları həml edirlər. Çünki bu bizə vacibdir. Çünki sahabələr barədə varid olan, onların fəziləti, ədaləti barədə varid olan o qədər hədislərin, ayələrin müqabilində sən bunu etməyə məcbursan. Nə üçün? Hətta dəlilləri cəm etmək üçün. Yenə də deyirəm, bu qəbildən olan rəvayətlər çox azdır. Və bu qəbildən olan rəvayətlərdə əslində bir problem də yoxdur. Niyə? Çünki əhl-i sünnə onsuz da etiqad etmir ki, sahabələr məsum olublar. Yəni, sən məsələn tarixi oxuyursan, hansısa rafizi tarixi oxuyur, onlar belə eləyirlər və tutalım, tarix 1000 səhifədir, oxuyur, 999 səhifə doludur sahabələrin fəziləti. Tarix. Qanları bahasına, canları bahasına, malları bahasına olmayan İslam evini təməlindən ucaldıblar. Sən yıxmağa çalışdığın o evi. Bunları görmür. Hardasa bir vərəkdə, hardasa bir yerdə görür ki, hansısa sahabənin ayağı sürüşdü və bunu gətirir və deyir ki, əgər sahabələr adil olubsa, bəs bu nədir? Cavab budur ki, biz demirik axı sahabələr məsum olublar. Biz desək ki, sahabələr məsum olublar, bunun yeri var. Məsum yəni xətalardan qorunmuş, sahabələr məsum olmayıblar. Lakin onlar Allah və Rasulunun tərbiyəsi ilə tərbiyələnən bir nəsil olublar. Kəlmə önəmlidir. Allah və Rasulunun tərbiyəsi ilə. Bu dəhşətdir, qardaşlar. Təsəvvür edin, belə fərz eləyək ki, fəxr olar, elə bil ki, bu sahabə nəsildir. Sahabə nəsliyik. Təsəvvür edin, bu insanlar Allah Azza və Cəllənin tərbiyəsi ilə tərbiyələnirlər. Sahabə nəsə edir, ayə nazil olur ki, belə eləmə. Təsəvvür edirsən? Yəni, o sahabəni, sahabə yolundan çıxanda onu yoluna qaytaran Allah Azza və Cəllə olur. Və bu kimi.
Və şək yoxdur ki, sahabələrin, yəni dənizlər qədər savab işləri müqabilində o xətaları heç bir damla deyil. Və buna misal olaraq elə bayaqları Osman radiyallahu anhunun əməli. Yəni kimsə desə ki, bəs buna, bu üçüncü qəbildən olan qismə nəyi misal gətirə bilərik? Məsələn, elə Osman radiyallahu anhunun Uhud döyüşündə geri çəkilən sahabələrdən biri olması. Burada tək Osmandan getmir. Orada bir toplum olub. Orada sahabələr olub. Və onlar barədə qiyamətəcən oxunacaq Əli İmran surəsi 155-ci ayə nazil olub olmayıb. Qiyamətəcən oxunacaq təsəvvürlə. Yəni sahabələrin fəziləti barədə qardaşlar, o qədər ayələr nazil olub ki, o qədər ayələr var ki, açıq aydın. Təsəvvür edin, o ayələrdən biri Əhl-i Beyt barədə nazil olsaydı, o ayə barədə cildlərlə kitablar yazardılar. O ayələrdən biri. Və sahabələrin fəzilətinə dair bu qədər dəlilləri görməzlikdən gəlirlər. Osman radiyallahu anhun əməli və orada olan sahabələrin xəta idi ya yox? Xəta idi. Düzdür? Lakin Allah azza və cəllə bağışladı yox? Ya yox? Bağışladı. Bu da bunun cavabı. Çünki onlar məsum olmayıblar. Və ya Hatib İbn Əbi Bəlta radiyallahu anhu keçən dərslərdə götürmüşdü. Müsəlmanlara, Allah Rasuluna qarşı müşriklərə casusluq edir. Lakin onun orada üzrü olur. Niyə belə edir? Sahabə idi. Və Allah Rasulü bunu vəhiy ilə bilir. Və həmin sahabəni çağırır yanına və ondan bunun səbəbini soruşur. Sahabə səbəbi izah edəndən sonra deyir ki, ey Allahın Rasulü, çünki o vaxt müsəlmanlar Məkkənin fəthinə hazırlaşırlar və bu sahabə də qorxur. Çünki bütün sahabələrin demək olar Məkkədə orada olan qohum əqrabasını, ailəsini, əhlini himayə edəcək kəslər olur. Bu sahabədən başqa. O da istəyir ki, bir növ müşriklərin gözünə girəcək bir şey eləsin və bununla öz əhlini qorusun, qurtarsın. Hətta xələl yetirməsinlər Məkkədə onlara. Yoxsa münafiq deyildi. Bu üzrü Allah Rasuluna gətirəndən sonra, çünki orada bəzi sahabələr onu ittiham edirlər. Allah Rasulü aleyhissalatu vesselam nə deyir? Yəni, məsələn, bu hadisəni götürsək, bu hadisə özü üçüncü qismə girir, girmir. Hadisənin zahiri sahabənin zəmminə dəlalət edir. Zahirən, fikir verirsiniz biz nə deyirik? Demirik ki, rəvayət özü sahabənin zəmminə dəlalət edir. Bunu demirik. Deyirik ki, rəvayətin zahiri. İndi baxaq görək, bu rəvayətin əsli fəzilətə dəlalət edir, yoxsa zəmmə? Və Allah Rasulü onu ittiham edən sahabələr nə dedi? Dedi ki, o Bədir əhlindəndir. Həmin sahabə Bədirdə savaşıb, Bədir əhlindəndir və siz bilmirsiniz ki, Allah Azza və Cəllə Bədir günü Bədir əhlinə baxdı və dedi ki, bundan sonra nə edirsinizsə edin, mən sizi bağışladım. Yəni, bu hadisəni biz həmin sahabənin fəziləti barədə zikr etsək yeridir. Aydındır və bu kimi. Və həmçinin burada bir məsələni də qeyd etmək istəyirəm, çox uzatmadan. Ümumiyyətlə, sahabələri sövməyin hökmü nədir? Sələfdən bəzi alimlərdən gəlib ki, fasiqlikdir, bəzi alimlər qeyd ediblər ki, küfürdür. Sahabələri söyməyin, onlara tənə etməyin, yəni bidət, zəlalət, fasiqlik olduğunda heç bir ixtilaf yoxdur. İxtilaf nədədir? Bu insanları dindən çıxaran böyük küfürdür ya yox. Və bu məsələdə təfsilat var. Və təfsilat nədir? Təfsilat budur ki, əgər bir kəs sahabələrin çoxsunu və ya əksəriyyətini mürtəd, kafir görürsə,
Rafisilər kimi. Deyirlər ki, 4, deməli, Kitab-ül Kəfidə 2 rəvayət gəlir. Onlarda ən etibarlı rəvayət kitabında. Birində gəlir ki, 4 sahabədən başqa hamı mürtəd oldu. Bir rəvayətdə gəlir 7 sahabədən başqa. Və bədbəxtçilik bundadır ki, onların hədis alimləri oturub bu hədisləri cəm edirlər. Yəni 4 sahabədir, yoxsa 7 sahabə. Və belə cəm edirlər ki, Abu Bakır, yox, elə o 4 nəfər həmin 7 nəfərin içində var. Sadəcə olaraq deyirlər ki, Abu Bakır radiyallahu anhu xəlifə seçiləndə 4-ü həmən ona qarşı çıxdı. Bu hədis ona aiddir. 3-ü tərəddüddə idi, sonradan haqqa qayıtdılar. Bu da oldu 7. Və rəvayətləri cəm elədilər. Yəni müsibət nədir? Yəni 7 sahabədən başqa mı kafir olub? Buna etiqad edənin özü kafirdir. İmam Malik rahiməhullah Fəth surəsi 29-cu ayəni dəlil gətirir buna. Biz havadan danışmırıq. Allah kəlamıdır. Buna etiqad edənin canı da çıxsa bu ayəni oxuyur. Muhammedur Rasulullah. Muhammed Allahın Rasuludur. Vəllezine ma'ahu. Onunla bərabər olanlar. Əşiddəu aləl kuffar. Kafirlərə qarşı şiddətlidirlər. Ruhamau beynəhum. Öz aralarında mərhəmətlidirlər. Və sonra Allah subhanahu və teala sahabələri vəsf edir. Və sonra buyurur ki, bu vəsflər onların İncildə olan vəsflərdir. Yəni sahabə nəsli doğulmuyub. Allah azza və cəllə İsa'ya nazil etdiyi İncildə onları vəsf edib. Və sonra buyurur ki, Tövratda olan vəsfləri isə belədir. Və sonra ayənin axırında bütün bunları nə üçün qeyd edir? İllətini, səbəbini gətirir. Liyəğiza bihimul kuffar. Bununla kafirləri qəzəbləndirmək üçün. Liyəğiza bihimul kuffar. Allah azza və cəllə bunları qeyd edir ki, bununla kafirləri qeyzə gətirmək üçün. O bizdə bir misal var, deyir, filan kəsin qeyzdən, hiddətdən, qəzəbdən ürəyi partladı. Allah azza və cəllə buyurur ki, kafirlər bu hala gəlsin deyə bunu qeyd edirəm. İmam Malik rahiməhullah bu ayəni dəlil gətirir, bu ayəni. Və deyir ki, sahabələrə tən edənin hökmü budur. Kim Allah Rasulunun əshabını münafiq, kafir görürsə, bu ayə ilə onun özü kafirdir. Və həmçinin bu nas olan dəlildir. Yəni Qurandan. Və həmçinin əqli dəlillərdən birisi də biz bilirik ki, Quran və sünnənin nəql edənlər kimlər olublar? Sahabələr. Yəni təsəvvür edin, nəql edənə tənə etmək, nəql olunana tənə etmək sayılmır? Elədir. Əgər sən sahabələrə tənə edirsənsə, bu birbaşa bu tənə qayıdır nəyə? Quran və sünnəyə. Ona görə alimlərdən biri deyir ki, Allah Rasulunun əshabına tənə etmək istəyən insanların məqsədi əslində Allah Azza və Cəllənin dini olub. Onlar dini yıxmaq istəyiblər. Onların hədəfi Quran və sünnə olub. Lakin müsəlman ümmətinin önündə açıq aydın bunu edə bilmədiklərindən ötürü, təsəvvürlə insan çıxır, açıq aydın Qurana tənə edir. Sünnəyə tənə edir. Bu mümkün deyil. Bunu birbaşa edə bilmədiklərindən ötürü bunu nə edirlər? Dolayısı yolla. Nəql olunana, Quran və sünnəyə tənə etmək üçün onları nəql edənə tənə edirlər. Yəni sahabələrə. Və bu küfürdür. Çünki sahabələrə tənə Quran və sünnəyə tənədir. Və bu da küfürdür, açıq aydın. Və ümumən sahabələrin hamısının və əksəriyyətinin kafir olduğuna etiqad etməyin özü küfürdür, böyük küfür. Həmçinin sahabələrin dinlərində ittiham etmək bu küfürdür. Dinlərində ittiham etmək necə?
Yəni, sahabələri ittiham etmək iki növdür. Biri var, sən sahabəni dinində ittiham edirsən. Yəni, sahabə münafiq olub. Aydındır. Məsələn, deyirsən ki, Allah Rasulunun Abu Bakr radiyallahu anhunu özü ilə birlikdə hicrət zamanı götürməsi, özünə yoldaşı etməsi, biz bunu Abu Bakr üçün necə zikr edirik? Fəzilət kimi, yoxsa fəzilətdir də. Yəni, biz yox, ağıl sahibi, yəni, uşağa, kimə danışsan bunu, deyəcək ki, nə yaxşı insan olub. Heç Abu Bakrı tanımayam. Kafirə belə danışsan, belə deyəcək. Gör, onlar, rafizlər barədə nə düşünür? Onlar deyirlər ki, o münafiq olub. Allah Rasulü onu Məkkədə qoymadı, özü ilə apardı ki, bu xəbəri ətrafa çıxarmasın. Ətrafa yaymasın. Yəni, ağıl görün necə işləyir. Yəni, o qəlbdə ki, vallahi belə də etiqad edirlər buna. Etiqad edirlər ki, Allah Rasulü Abu Bakrı, çünki niyə görə? Çünki ağıl sahibi bilir ki, bu Abu Bakrın fəzilətinə dəlalət edir. İndi bu fəziləti aradan çıxarmaq üçün nəsə uydurmaq lazımdır. Və bunu uydurublar. Uydurublar ki, yəni Abu Bakr münafiq olub, gizlədib, Allah Rasulü öz əmniyyəti üçün özü ilə götürüb ki, bu xəbər qırağa çıxmasın. Təbii ki, Allah bir insandan ağlı alanda belə olur. Və ona görə məsələnin bir tərəfini düşünəndə bir tərəfini düşünmürlər. Yəni, düşünmürlər ki, yaxşı, bəs mağarada müşriklər gəlmişdilər, ayaqların altlarına baxsaydılar, Abu Bakr və Allah Rasulunu görürdülər. Elə Abu Bakr elə həmin məqamda fürsət idi də. Xəbər versəydi və Allah Rasulunu orada müdafiə edəcək başqa bir insan da yox idi. Xəbər versəydi və salam, məsələ bitmişdi. Və elə özü orada öldürsəydi. Aydındır. Burasını düşünməyiblər. Yəni, sahabənin dininə təni etmək küfürdür. Amma bir də var sahabənin xislətinə, əxlaqına təni etmək. Bu küfür deyil. Bu fasiqlikdir. Bu bidətdir. Bu zəlalətdir. Demək ki, hansısa sahabəni gözdən salmaq üçün qorxaq olub, yaltaq olub, məsələn, tən etmək qəsdi ilə demək ki, elmi az olub, rəhbərliyə həris olub, mal yığmağa həris olub və bu kimi. Həmçinin fəziləti mutavatir olan, fəziləti barədə çox saylı hədislər varid olmuş bir sahabələ dil uzatmaq ilə, məsələn, fəziləti barəsində tutalım, heç bir rəvayət, hədis varid olmayan bir sahabəyə təni etmək arasında alimlər fərq qoyublar ki, deyiblər, ola bilsin, bunun üçün üzr olmasın, amma bunun üçün üzr olsun və bu kimi. Allah Rasulunun əshabına tənə etmək nifaq münafiqliyidir və necə ki Allah Rasulü aleyhissalatu vesselam Sahih Müslimin rəvayətində buyurur ki, ənsarı sevmək imandan və onlara buğz etmək nifaqdandır, münafiqlikdir. Və fikir versəz, burada İmam Əhməd belə bir adamın bu bidətindən dönməsi üçün hansı şərti qoyur? Deyir ki, həttə yətərəhhəm aleyhim cəmiən. Hətta onların hamısına Allahdan rəhmət diləmədikcə dili ilə və yəkunə qalbuhu ləhum səlimə. Və qəlbi də onlar barədə, sahabələrin hamısı barədə səlim olmadıqca o insan bu bidətindən xilas ola bilməyəcək. Deməli,
Həmçinin bayaq zikirlədiyim hədisdə Allah Rasulü buyurur ki, وَإِذَا ذُكِرَ أَصْحَابِ فَأَمْسِكُوا Mənim əshabım sizin yanınızda zikr ediləndə öz dilinizə sahib durun. Allah Rasulü aleyhissalatu vesselam hansısa bir sahabəni istisna etmədi. Etmədi. Mənim əshabım və bütün sahabələr bura daxildilər. Hətta fikir verin, bu indi qeyd edəcəyim məsələ və ya ayə və ya dəlil ola bilsin ki, yəni çox zikr olunmayan dəlillərdəndir. Lakin sahabələrin fəziləti barədə mən deyərdim, Quranda zikr olunan ən böyük dəlillərdən birisidir. Hansı ki, Allah Azza və Cəllə orada heç bir istisna yeri qoymayıb. Və bu hadisə də Təbuk döyüşü ilə əlaqəli hadisədir. Tövbə surəsi 117-118-ci ayələrdə Allah Azza və Cəllə danışır. Həmin ayələr bu hadisə ilə əlaqəli nazil olub. Və Təbuk döyüşü də Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında ən böyük savaş idi. Yəni, o savaşdan böyük savaş olmayıb. Və hər kəsə əmr etmişdi ki, xəstələrdən, qocalardan, uşaq qadınlardan başqa, hər kəsə əmr etmişdi ki, hamı bu döyüşə çıxmalıdır. Və Tövbə surəsi 117-ci ayədə Allah subhanahu wa ta'ala bu döyüşdə iştirak edən sahabələrin şəni barədə ayə nazil edir ki, Allah Azza və Cəllə onları bağışlayıb. Bütün sahabələr oradaydı. O çətin gündə qədəmləri sabit olan, o çətin gündə Allah Rasulü aleyhissalatu vesselam ilə birlikdə olan sahabələrə Allah tövbə nəsib etdi və tövbələrini qəbul etdi və onları bağışladı. Və bu da Allah Rasulunun vəfatına yaxın olub. Təsəvvür edin, Allah Rasulunun vəfatına yaxın bir vaxtda ayə nazil olur ki, Allah Azza və Cəllə bu döyüşdə iştirak edən sahabələri, ki o döyüşdə bütün sahabələr iştirak edib, demək olar. Üzrə olanlardan başqa. Hamını bağışlayıb. 3 dənə sahabədən başqa. İşgəl buradadır. Kəb İbn Malik, səhv etmirəmsə, radiyallahu anhu, Hilal İbn Umeyyə və Murara İbn Rabi' radiyallahu anhum. 3 sahabə bu döyüşdən geri qalır. Murara İbn Rabi' bostanı olur. Həmin vaxtı bostanın meyvəsini yığmaq vaxtı olur. Və tərəddüd edir. Qalım gedim. Və dünya malı saxlayır onu. Və Hilal İbni Umeyyə elə olur ki, o sahabənin ailəsi, qohum əqrabası dağınıq olur. Hərə bir yerdə yaşayır. Həmin gün hamısı gəlir. Və bir yerə toplaşır. Və o da tərəddüd edir, qalım, qalmayım. Və belə bu tərəddüd içərisində ola-ola müsəlmanlar çıxırlar. Və Kəb İbni Malik radiyallahu anhuda da demək olar bir səbəb olmur. Elə tərəddüd içərisində qalır. Bir gün minini hazırlayır, silahını hazırlayır. Səhərsi gün şeytan vəsvəsə verir. Tərəddüd içərisində qalır. 3 sahabə. Və Allah Rasuluna üzürlərini bildirəndə Allah Rasulü qəbul etmir. Deməli, 3 sahabə Allah Azza və Cəllənin bu məğfirətindən, bu böyük fəzilətdən məhrum olublar, olmayıblar? Olmayıblar. Bir sonraki ayədə Allah Subhanahu və Teala
buyurur ki və aləs-sələsətil-ləzinə xullifu və geri qalan 3 sahabəni də həmçinin. Bu dəhşətdir. Sual budur ki, ayədə gəlir ki, 3 nəfər, bəli. Geri qalan 3 nəfər də həmçinin. Allah bağışladı. O 3 nəfər ki, ayədə gəlir. Deyir, geniş dünya başlarına dar olmuşdu. Fikir ver. Yəni, bütün və bu Allah Rasulunun vəfatına yaxın olur. Yəni, Allah Azza və Cəllə bu 3 sahabəni də rafizlərin əlinə vermədi. Həqiqətən elədir. Təsəvvürlə o ayə olmasaydı nə deyəcəkdilər? Deyəcəkdilər, yox, əlimizdə 3 dənə sahabə var. Gəl indi müdafiə elə. Allah Azza və Cəllə öz vəhyi ilə təsəvvür edin, bu ayə nazil olanda, çünki müsəlmanlar həmin 3 sahabəni həzr etmişdilər, boykot etmişdilər. Bu ayə nazil olanda bilirsiniz necə sevinirdilər? Və belə. Və son olaraq Muaviyə radiyallahu anhu ilə Misvar ibn Məxrəmə radiyallahu anhu arasında bir tarixi hadisə, diyalog olur. Onu qeyd etmək istəyirəm. Deməli, Misvar ibn Məxrəmə bir gün Muaviyənin yanına gəlir və məhz nə üçün bu hadisəni qeyd edir? Çünki Muaviyə ən çox tənə edilən sahabələrdən birisidir. Ümumiyyətlə, Muaviyə məsələsi bəzi alimlər deyirlər ki, elə bir boyunbağın düyünü kimidir. O düyünü versən rafizlərin əlinə, bütün boyunbağın muncuqları düşəcək. Bütün sahabələr ardı-ardına gələcək. Orada məqsəd Muaviyə deyil. Məgər Muaviyə təni edən Abbaqır sevir, məgər Muaviyə təni edən Ömərə radiyallahu anhu deyir, yoxsa Ömərin şəhid olduğu günü bayram kimi qeyd edir. Məsələ aydındır. Və Misvar ibn Məxrəmə radiyallahu anhu gəlib Muaviyənin yanına, ona bəzi iradlar bildirir. Və Muaviyə də çox hikmətli olur. Və bu iradlara etiraz etmir. Qəbul edir. Deyir, düzdür. Məni nədə ki ittiham edirsən, hansı iradları ki mənə gətirirsən, haqlısan. Lakin deyir, ya Misvar, məgər sən məsumsan? Yəni, mən Muaviyənin sözünün mənasını nəql edirəm. Deyir, sən məsumsan? Yəni, məgər sənin xətan yoxdur? Misvar deyir ki, yox, məsum deyiləm, mənim də xətam var. Deyir, bəs sən öz xətalarıma görə Allahdan bağışlanma diləyirsən ya yox? Deyir, əlbəttə. Deyir, bəs sən özünü Allahdan, öz günahların üçün Allahdan məğfirət diləməyə məndən daha layiqli bilirsən? Yəni, sən etiqad edirsən ki, sən məsum deyilsən, xəta edənsən və günahların üçün Allahdan bağışlanma diləyirsən, mən belə deyiləm. Və bu hadisə Muaviyənin xilafəti vaxtında olur. Və sözünün davamında deyir ki, lakin mən yol verdiyim bu xətalarıma rəğmən daima Allahın yolunda cihad etmişəm. Öz rəhbərliyim altında, yəni bu İslam ümmətinə, xilafətində Allah Azza və Cəllənin hədlərini tətbiq etmişəm. Yaxşılığı əmr edib, bu cəmiyyətdə, ümmətdə pisliklərdən çəkindirmişəm. Və sonra orada doğrudan da qızıl hərflərlə yazılası bir söz deyir. Deyir ki, ya Misvar, mən bilirsən hansı dinə etiqad etmişəm? İnsanların xeyir əməllərini qəbul edib, xətalarını bağışlayan dinə. Və bu hadisədən sonra Misvar deyir ki, bu diyaloqda Muaviyə bu sözü ilə deyir, mənə qalib gəldi. Biz bu dinə iman etmişik. Aydındır. Ona görə biz sahabələrin xeyir əməllərini görürük və bunları onlar üçün fəzilət bilirik və xeyir əməlləri, bayaq dediyim kimi, sanki bir dənizdir, ucu bucağı görünməyən bir dəniz, umman. Və o dənizin
müqabilində, o xeyr əməllərin müqabilində onların xətaları heç bəlkə bir damla da deyil. Hansı ki, o dəniz onu yub aparır. Və dua edirəm ki, Allah Azza və Cəllə bizi sünnə üzərində sabit etsin. Allah Azza və Cəllə bizi eşidib fayda götürən qullarından etsin. Bu elm məclislərini bizim məğfirətimiz üçün səbəb etsin. Rəhmətini üzərimizdən əksik etməsin. Amin ya Rabbi. Və doğrusunu Allah bilir. Və sallallahu alə Muhammed və alə alihi və səhbihi və səlləm.